Pişiyiniz sizin qərarlarınızı gizlicə idarə edir qəsəm, inanarsınız? Bu bir konspirasiya deyil, tamamilə elmi bir faktdır. Söhbət Toxoplasma gondii adlı mikroskopik parazitdən gedir. Bu canlı dünya əhalisinin demək olar ki yarısının beynində gizli kirayənişin kimi yaşayır. Parazitin həyat məqsədi təkdir, pişiyin mədəsinə çatmaq. Bunun üçün o, siçanlara yoluxanda onların qorxu hissini tamamilə söndürür. Siçan, pişiyin qoxusundan qaçmaq əvəzinə ona doğru gedir, ona yem olur və parazit öz hədəfinə çatır. Bəs bu parazit insan beyninə düşəndə nə baş verir? Tədqiqatlar göstərir ki, Toxoplasma insanları daha impulsiv, daha aqressiv və risk etməyə meyilli edir. Hətta aşkar olunub ki, bu paraziti daşıyan şəxslərin yol qəzalarına düşmə və ya yeni biznes qurmaq üçün böyük risklər götürmə ehtimalı qat-qat yüksəkdir. Çünki parazit beynimizdəki dopamin balansını dəyişərək bizi daha qorxusuz birinə çevirir. Yəni, bəzən sizin cəsarətiniz xarakterinizdən deyil, bu kiçik parazitdən gələ bilər. Təşvişə düşməyə ehtiyac yoxdur, amma pişik qumu ilə təmasda gigiyenaya diqqət etmək beyninizin idarəsini öz əlinizdə saxlamaq üçün kifayətdir. Bəs siz son zamanlar normaldan daha riskli qərarlar vermisinizmi?